Hörmətli Şahanə xanım, Hasib müəllim, əziz müəllimlər, valideynlər və ən sevimli 11-cilər. Bugün Respublikanın hər yerində olduğu kimi məktəbimizdə də əlamatlar son zəng tədbirinə toplaşmışıq. Bu tədbirə gəldiyinizə görə bütün valideynlərə öz təşəkkürümü bildirirəm. Bizimlə sevinci paylaşdığınıza görə çox sağ ol deyirəm. Əziz valideynlər, sizin bizə etibar etdiyiniz əmanət artıq bugün müstəqil həyata qədəm qoyur. Onların cəmiyyətdə normal fəaliyyəti üçün məktəb kollektivi müəyyən işlər görmüşdür. Bugün biz həmin gənclərin rəqəmsal bir insan kimi cəmiyyətə təqdim edirik. Bugün həmin gəncləri müasir texnologiyanın nailiyyətlərini bilən bir vətənpərvər insan kimi təqdim edirik. Bugün biz həmin gəncləri ölkəmizin müdafiə qüdrətinin möhkəmləndirilməsində iştirak edən bir əsgər kimi təqdim edirik. Bugün onların gələcəkdə seçə biləcək yolların seçim imkanını vermişik. Bu istiqamətdə hər ildən fərqli olaraq bu ilki 11-cilərə daha dövlətimiz istiqamətli tədbirlər görüb. O tədbirlərdən də biri məktəb ili bitirməmiş, onlar ayrı məktəblərdə öz imkanlarını sınayıblar. Bizim şagirdlərimiz uğurlu nəticələr göstəriblər. Məktəbimizin şagirdlərindən Nazlı 686 bal toplamışdır. Şagirdimiz Yusif 602 bal toplayıb. Şagirdlərimizdən Mir Şəhla 560 bal toplayıb. Səfərəli 550 bal toplayıb. Allahverən 430 bal toplayıb. Digər şagirdlərimiz də 400 ətrafda ballar toplayıblar. Biz növbəti mərhələdə onlardan daha uğurlu nəticələr gözləyirik. Bu imkanların əldə olunmasında məktəb kollektivi böyük səy və bacarığını sərf etmişdir. Tədris ili ərzində fəaliyyətimiz zamanı biz Lənkəran təhsilinə müəyyən tövhələr bəxş etmişik. Şagirdlərimizin fənn olimpiyadalarının Respublika turunda müvəffəqiyyətlə çıxış etməsi, ayın 17-sində 4 şagirdimiz fənn müsabiqəsinin Respublika müsabiqəsinə dəvət olunub. Ləmandır, Əbdüləzimdir, Sonadır və Xədicə. Bunlar ayın 17-də bu müsabiqədə iştirak edəcəklər. Qələbəyə doğru intellektual oyunda bizim şagirdlərimizdən Nazlı sertifikatla hədiyyə alıb. 2 şagirdimiz 10-cu sinifdən Nigar və Ayla, onlar Lənkəranı təmsil etdiklərinə görə kubokla qayıdıblar. O cümlədən də medalla. Biz bu şagirdlərimizin uğurları ilə fəxr edirik və onlara uğurlar arzulayırıq. Məktəbimizin hərbi idman oyununda şagirdlərimiz zona turunda müvəffəqiyyətlə çıxış edib, fəxri fərmanla qayıdıblar. Bu imkanlar ildən ilə genişlənir. Bu da bizim Lənkəran təhsilinə, ölkə təhsilinə olan uğurlarımızdır. Şagirdlərimiz buraxılış imtahanlarında nəticələrinə görə ötən il 9-cu siniflərimiz 1-ci yerdə, həm Respublika, həm rayon göstəricisindən yüksəkdə dururdu. 11-ci sinif şagirdlərimiz isə rayon göstəricisindən yüksəkdə idi, Respublika göstəricisindən biraz fərqli idi, aşağı idi. Yəni biz gələcəkdə bu istiqamətdə öz imkanlarımızı səfərbər edib, bu göstəricilərin yüksəlməsinə səylə çalışırıq. Bu nailiyyətlərin hamısı ötən ildə qaldı. Bu nailiyyətlərimizin hamısı istinad olaraq növbəti il üçün daha müvəffəqiyyətli addımların atılması üçün bir bazadır. Və ona görə də biz bu uğurlarla çox fəxr etmirik. Bu bizim ölkənin, dövlətimizin hər bir məktəbli, hər bir müəllim, hər bir vətəndaş üçün yaratdığı şəraitdən uğurla istifadə etməyimizdir. Bu imkanlar bugün bizim məktəbimizdə yaradılıbsa, Respublikanın digər məktəblərində də yaradılıb.
və beləliklə bizim sağlam gəncliyimiz qarşıda durur. Bu sağlam gəncliyə bugün biz yol göstəririk, onlara uğurlar arzuluyoruz və onları kollektivimiz adından ürəkdən təbrik edirik. Uğurlar arzuluyoruz sizə.